Anam dediyinə görə olub qalıb yarımçıq arzum. Aktrisa olmaq istəmişəm. Qoymayıb ki, Azərbaycanda aktrisa necə olacaqsan, yəni dəyər vermirlər falan. Ona görə psixologiya oxumuşam, o da məcbur. Amma belə heç kəsin fikrini çox da önəmsəyən bir insan deyiləm. Bəs ona görə peşmansınız? Aktrisa olmadığıma görə çox peşman. Mən cəmiyyətin qınağına önəm verən insanam. Çox arzularımın üstündən vaz keçmişəm. Bəs peşmansınız? Hə, peşmanam. Məsləhət görərdim ki, vaz keçməsinlər. El nə deyər, cəmaət nə deyər, qohum, qonşu mənim haqqımda nə düşünər? Uşaq vaxtından bizim beynimizə yeridilən, bizdə köləlik psixologiyasını inkişaf etdirən ən güclü mədəni kodlardır. Bu mədəni kod o qədər güclüdür ki, biz nə qədər öz arzularımızı, məqsədlərimizi reallaşdırmaq istəsək də belə, amma daxilləşdirilmiş, kiminsə tərəfindən yeridilmiş, bir uydurulmuş bir obrazın bizə yeritdiyi səsə görə biz öz həyatımızı cəsarətli şəkildə yaşamaqdan çəkinirik. Və bu intervyuların birində bir xanımın dediyi sözlər bu ümumi cəmiyyətimizə xas olan peşmançılığı çox gözəl şəkildə ifadə edir. Kimsə tərəfindən rədd olunmaq qorxusuna görə, icmadan dışlanmaq, təcrid olunmaq qorxusuna görə biz öz arzularımıza, istəklərimizə, dəyərlərimizə, seçimlərimizə göz yumub, emosiyalarımızı bastıraraq kiminsə yeritdiyi qaydalara görə öz həyatımızı yaşamağa davam etmişik. Onların da bütün dünyada ən böyük peşmançılığı bu illüziyaya inanmaq olub. Cəmaət mənim haqqımda nə düşünür? Amma əslində reallığa baxsaq, biz heç kimin vecinə deyilik və heç vaxt da olmamışıq. Çünki hərənin öz qayğıları var, öz çətinlikləri var, öz problemləri var. Bugün bizim haqqımızda danışan sabah artıq bunu unudacaq. Gedib başqa bir insan haqqında mövzu tapacaq. Və biz nə edib etsək də belə, biz hətta ən ideal bir həyat yaşamaq istəsək də belə, bizim haqqımızda kimsə neqativ danışacaq, kimsə bizi bəyənməyəcək və bu normaldır. Bir vaxt insan cəsarətli şəkildə öz məqsədlərini, arzularını reallaşdırmağa hazır olur. O vaxt ki, o kimsə tərəfindən, kütlələr tərəfindən bəyənilməməyə özünə icazə verirsə. Ətraflı açıqlamada.